Salam Eyvaz müəllim. Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə bəzi şairlərin lirik şeirlərini seçəcəyik. Buyurun, maraqlıdır. Əhməd Cavad Azərbaycan bayrağına şeiri, yoxsa Almas İldırım Əsir Azərbaycanım şeiri? Allah hər ikisinə rəhmət eləsin. Hər ikisi Sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələridir. Bəli. Ancaq mən burada təbii ki, Almas İldırımın Əsir Azərbaycanım şeirini seçərdim. Çünki mühacir ədəbiyyatının nümayəndəsidir. Belə deyək də, Türkiyədə olarkən yazıbdır. Azərbaycan bayrağına şeirdir, gözəl şeirdir. Öz yerində sadəcə mən Əsir Azərbaycan şeirini seçərəm. Almas İldırım Əsir Azərbaycanım şeiri, yoxsa Mikayıl Müşfiq Həyat sevgisi şeiri? Mikayıl Müşfiq bilirsiniz də, cəmi 30 yaş yaşayıbdır. Allah rəhmət eləsin. Az ömür yaşayan Az ömür şairlərimizdən. yaşayıbdır. Bəli, təbii ki, burada artıq Mikayıl Müşfiqin Həyat sevgisi şeirini seçəcəm. Niyə Mikayıl Müşfiqi seçdiniz? Mikayıl Müşfiq poeziyaya yeni bir nəfəs gətirdi. Təbii o qədər qaynar idi, o qədər duru idi. Bunlara görə məncə Mikayıl Müşfiqin özü Həyat sevgisi şeiri də yaxşı bir şeirdir. Həm də həyata sevgi ilə bağlı Həyata da olduğuna yazıb görə. yaratmaq eşqi ilə yaşayan bir şair idi. Bəli, mən də düşünürəm. Mən də olsam bu seçimi edərdim. Mikayıl Müşfiq Həyat sevgisi şeiri, yoxsa Süleyman Rüstəm Təbrizim şeiri? Ümumiyyətlə bunların mövzusu fərqlidir. Bax bu Həyat sevgisi şeiri o dövrdə olan belə deyək də, həmin dövrdə şairlərə, yazıçılara qarşı bir repressiya var idi. Bəli. Və onun mövzusu oradandır. Yəni bu yazıb yaratmaq istəyirdi, təhdidlərə baxmayaraq. Süleyman Rüstəm isə Cənub mövzusu ilə bağlı idi və bunun yazdığı şeirdə Təbrizim sırf Cənubla bağlıdır. Yenə də mən Mikayıl Müşfiq Həyat sevgisi şeirini deyərəm. Mikayıl Müşfiqdə dayandıq. Mikayıl Müşfiq Həyat sevgisi şeiri, yoxsa Rəsul Rza Çınar ömrü şeiri? Bunu deyim ki, bu iki şəxs, Allah rəhmət eləsin hər birinə, dost olubdular. Amma artıq burada mövzu biraz fərqlidir. Çınar ömrü yaşamağın, necə deyərlər, bir meyarları var orada. Fərq görürsüz bu şeirlərdə? Mövzular fərqlidir. Rəsul Rza Çınar ömrü şeiri, yoxsa Əlağa Kürçaylı Qaranquş şeiri? Rəsul Rzanın Çınar ömrü şeirinin mövzusu bir başqadır. Və biz burada Əlağa Kürçaylının Qaranquş şeirinin mövzusu təbiət olsa da, amma orada ideyası ana bala ucundan canlı oda yaxar. İdeyası belədir. Və bu da maraqlı bir məqam deyil ki, Əlağa Kürçaylının bu dediyimiz hal-hazırdakı şeiri var, Qaranquş şeiri. Qaranquş şeiri dərsliklərdə heca vəzni verilir, amma əslində həmin şeir əruz vəzni özü də rəməl bəhrindədir. Mən isə təbii ki, yenə də Rəsul Rza Çınar ömrü şeirini seçərəm. Niyə Qaranquş şeirini seçmədiniz? Yox, Çınar ömrü yaşamağın bir meyarı var. Məncə onu hər kəs duya bilməz, Çınar ömrünü. Amma bunu oxuyan hər kəs bilir ki, burada ana-bala söhbəti var. Gözəl şeirdir, ancaq biraz da fəlsəfəsinə dalmaq lazımdır. Rəsul Rza Çınar ömrü şeiri, yoxsa Səməd Vurğunun Azərbaycan şeiri? Artıq gəldik. Çətindir. Bizim üçün ən doğma olan şeir Azərbaycan. Azərbaycan şeiri. Burada heç müqayisəsiz mən bir məna olaraq Səməd Vurğunun Azərbaycan şeiri. Doğma olan şeirdir. Bəli, çox doğma. Səməd Vurğunun Azərbaycan şeiri, yoxsa Məmməd Araz Əsgər məktubu şeiri? Allah hər ikisinə rəhmət eləsin. Məmməd Araz mənim ən çox sevdiyim şairlərdən biridir. Məmməd Arazı poeziyaya yeni bir nəfəs gətirdi, yeni bir deyim gətirdi. Səməd Vurğun da ki, poeziyamızın günəşidir öz yerində. Ancaq təbii ki, söhbət Azərbaycan şeirindən gedirsə, mən burada yenə də Səməd Vurğunun Azərbaycan şeirini seçərəm. Bu şeirlərimizin hamısı gözəldir. Təbii ki. Şairlərin yazdığı şeirləri əslində müqayisəyə gətirmək olmaz. Subyektiv fikrimdir. Yəni bu bəlkə də izləyicilər fərqli baxa bilər, bəlkə də tənqid edəcəklər ki, niyə belə. Amma bu mənim şəxsi fikrimdir. Yenə də deyirik ki, bütün şairlərimizin yazdığı şeirlərin hamısının özünə məxsusluğu var. Mən hətta bunu deyim ki, mənim yaddaşımda bugündən hal-hazırda 570-dən artıq lirik şeir var. Yəni bu hal-hazırda dediyim şeylərin hər birində əzbərdən bilirəm. Yəni biz seçiriksə də izləyicilər elə bilməsin ki, biz hansısa şeiri seçməkdə məqsədimiz digər şeiri seçməmək, sevməmək. Yəni bu o anlamda deyil. Sadəcə bir poeziyada belə deyim də ruha yaxınlıq kimi qəbul eləsinlər. Tamamilə doğrudur. Bax Cümlə xanım bayaqlarında dedim ki,
Hətta bu Məmməd Araz həqiqətən çox böyük şairdir. Allah rəhmət eləsin. Məmməd Aslanın yazdığı bir şeirə o bir cavab yazmışdı. Mən ondan bir bənd deyəcəm və hal-hazırdakı bu biraz Cənubi Azərbaycandakı vəziyyətlə bağlı. Məmməd Araz deyirdi ki, bəxtimə bir yazı qurumu dəydi. Taxtıma 2 əl qurumu dəydi. Gözümə bir araz şırımı dəydi. 100 araz töküldü gözümdən mənim. Dəhşətdir. Həqiqətən dəhşətdir. Mükəmməl Buyurun, şeir. davam edək. Şeirə daldım. Səməd Vurğunun Azərbaycan şeiri yoxsa Mahirə Nağıqızı ana dilim şeiri? Mahirə xanımın da yaradıcılığı çox gözəldir öz yerində, amma təbii ki, Səməd Vurğunun Azərbaycan şeiri. Səməd Vurğunun Azərbaycan şeiri yoxsa Əli Kərim Qaytar ana borcunu şeiri? Hə, Əli Kərim də mənim ən çox sevdiyim şairlərdəndir. Həmçinin Qaytar ana borcunu şeiri də çox gözəl şeirdir. Çünki hamımızın analarımıza hər kəsin anaya qarşı bir sevgisi var. Hansı ki biz onu qaytara bilmərik. Mümkün deyil. Yəni ananın bir gecə, yəni bir yuxusuz bir gecəsini bir ömrü yaşasaq qaytara bilmərik. Amma yenə də Səməd Vurğunun Azərbaycan şeiri. Və sonda Eyvaz müəllim. Buyurun. Səməd Vurğunun Azərbaycan şeiri yoxsa Xəlil Rza Ulutürkün Qaytar mənim qüdrətim Azərbaycan şeiri? Hər ikisi gözəl şeirdir. Deyim ki, Qaytar mənim qüdrətim Azərbaycan şeiri 1-ci Qarabağ müharibəsinə həsr olunubdur. Hətta oğlu Təbrizin şəhid olması məsələsi var. O şəhid olanda Təbriz Xəlil bəydir. Xəlil Rza Ulutürk gəlir, yoldaşına deyir ki, gözün aydın, oğlumuz şəhid olub fəxrlə. Yəni bunu hər ata deməz. Bəli. Gözəl bir şeirdir öz yerində və bizim orada demək olar ki, müxtəlif işğalda olan o dövrdəki ərazilərimizin adlarının çəkilməsi var filan. Öz yerində, ancaq təbii ki, mənim seçimim Səməd Vurğunun Azərbaycan şeiri. İndi baxaq görə izləyicilərimizin seçimi necə olardı? O zaman onlar da rəy bölümündən qeyd eləsinlər. Sağ olun.